Yarımfabrikat qidalara tələbat son illərdə nəzərə çarpacaq dərəcədə artıb. Sürətli həyat tərzi, iş rejiminin intensivliyi və vaxta qənaət etmək istəyi bir çox insanı hazır və ya yarım hazır qidalara üstünlük verməyə vadar edir. Məsələn, mən bütün gün işləyirəm və mən yarımfabrikat qidaları almaq məcburiyyətindəyəm. Çünki mən işdən sonra gedib nəsə hazırlamaq, xüsusilə bu qadınlar üçün çox çətindir. Hələ evli qadınlar üçün ümumiyyətlə çətindir. Yəni çünki bir ailə dolandırmalıdırlar. Ona görə bu baxımdan, yəni o boşluq bu şəkildə doldurulur. İşləri asanlaşdırır da. Bəs çox yarımfabrikat qida istehlak eləyəndə orqanizmə necə təsir edir bu? Onsuz da indiki qidalarımız hamısı orqanizmə yaxşı təsir eləmir ki, mənfi təsir edir də. İş adamları üçün lazımlıdır, amma ev xanımları özləri evdə hazırlayırlar da zaten. Ben de bir dəqiqə buz xanımda oldu polofabrikatlar, amma özüm hazırladıqları. Bəylər, xanımlar istifadə edirlər, yəni pis baxmıram, keyfiyyətli də yaxşıdır. Amma yenə də ev hazırlanmasına üstünlük verirəm. Bu məhsulların düzgün seçilməsi, saxlanması və istehlak edilməsi sağlamlıq baxımından vacibdir. Belə ki, yarımfabrikat qidalar tamamilə zərərli hesab edilməsə də, onların gündəlik rasionun əsas hissəsinə çevrilməsi düzgün deyil. Qida mütəxəssisi Məsət Hüseynova bildirir ki, istehlakçılar məhsul alarkən ilk növbədə etiket məlumatlarını diqqətlə oxumalı, tərkibindəki inqridiyentlərə fikir verməlidirlər. Tərkibi daha sadə olan, konservant və əlavə maddələrin az istifadə edildiyi məhsullara üstünlük verilməsi tövsiyə olunur. Bu qidaların saxlanma qaydalarına əməl olunması da böyük əhəmiyyət daşıyır. Onu mənşəyi bəlli olan yerdə dövlət nəzarətindən keçən, qablaşması tam pozulmayan, zədələnməyən, eləcə də üzərində istehsal tarixi, son istifadə müddəti, istifadə olunan tərkib, allergenlər varsa bunlar mütləq göstərilməlidir və saxlama şəraiti üzərində qeyd olunmalıdır. Xüsusilə də temperatur rejiminə əməl olunmadıqda, bu istər satış yerində, istər aldıqdan sonra evdə mühafizə edərkən, bu zaman onun tərkibində mikroorqanizmlər daha sürətlə çoxalır ki, bu da məhsulun xarab olmasına gətirib çıxarır. Dondurulmuş yarımfabrikatlar əridildikdən sonra yenidən dondurulmamalı, birdəfəli istifadə olunmalıdır. Əks halda məhsulda bakteriyaların çoxalma riski artır və bu da qida zəhərlənməsinə səbəb ola bilər. Hazırlanarkən məhsulun tam bişirilməsi, mətbəx gigiyenasına riayət olunması və çiy məhsulların digər qidalarla təmasının qarşısının alınması da vacib hesab edilir. Uşaqlar, yeniyetmələr, gənclər, hamilə və süd verən qadınlar, xroniki xəstəliyi olanlar gündəlik belə qidalardan istifadə etməməlidir. Çünki onların sağlamlığı üçün, düzgün inkişafı üçün yaxşı olar ki, təzə, vitamin və minerallarla bol olan qidalardan istifadə etsinlər. Davamlı olaraq yarımfabrikat qidalardan istifadə edəcəklərsə, bu zaman onlarda vitamin mineral çatışmazlığı və onların tərkibində duzun, trans yağların çox olmasından qaynaqlanan ürək-damar xəstəlikləri, şəkərli diabet xəstəlikləri, artıq çəki və eləcə də bu məhsulları davamlı istifadə etdikdə bağırsaq mikrobiotasının pozulması, bağırsaqdakı faydalı bakteriyaların məhv olmasına gətirib çıxardır və bu da immun sistemin aşağı düşməsinə səbəb olur. Mütəxəssis vurğulayır ki, yarımfabrikat qidalar yalnız zərurət yarandıqda və ölçülü şəkildə istehlak edilməlidir. Marketlərdə satılan yarımfabrikatlara daha sağlam alternativ olaraq isə həftə sonları evdə müxtəlif keyfiyyətli məhsullardan yarımfabrikat qidaların hazırlanması və həftə ərzində porsiyalara bölərək istehlakı tövsiyə olunur. Ayşən Sərdar qızı, Samir Qasımov, Xəbər Ertəsi.